Salam, hər vaxtınız xeyir olsun. 27 aprel 2025-ci il 9-cu sinif buraxışı imtahanının riyaziyyat suallarının izahına baxırıq. Deməli, ilk sualda deyir ki, qrafik əsasında xəttin bucaq əmsalını tapın. Qrafikdən görünür ki, bu y bərabərdir kx xəttidir, yəni düz mütənasiblikdir. Burada x 2 olanda y 4 olub, ona görə də gətirib yerinə yazsaq 4 bərabərdir k vurulsun 2 olduğuna görə k bərabərdir 4 bölünsün 2, yəni 2 olacaq. Cavab B variantıdır. Deməli, B variantı. 58. Deyir ki, sualda radius 19 olan çevrənin mərkəzindən 25 sm məsafədə 2 nöqtədən çevrəyə qədər olan ən kiçik məsafəni tapın. Bu bizim çevrəmiz olsun. Bu məsafə bir dəqiqə, çevrənin mərkəzindən 25-dir. Bəli, mərkəzdən 25-dir. Bu məsafə ümumilikdə 25-dir və radius 19-dur. Ona görə bu hissə təbii ki, nə olacaq? 25 çıx 19, yəni 6 olacaq. A variantı olacaq. 59 nömrəli sual. Deyir ki, ifadənin qiymətini hesablayın. -7,5-in modu müsbət 7,5 çıxılsın 3,3 bölünsün 2 bərabərdir. 7,5-dən 3,3 çıxanda 4,2 qalar. Bölünsün 2 bərabərdir 2,1. Növbəti sual ölçüləri 3, 5, 8 olan düzbucaqlı paralelipedin tam səthinin sahəsini soruşur. S bərabərdir 2, AB, AC, BC bərabərdir 2 vurulsun. 3 vur 5, 15, 3 vur 8, 24, 5 vur 8, 40 bərabərdir 2 vurulsun. Deməli, 64, 79 o da bərabərdir 158 Y variantı. Bəli, 158 Y variantı. Növbəti suala baxaq. Tərəfi 10 olan ABC kvadratında M və N uyğun olaraq BC və CD tərəfindən orta nöqtələrdir. A, M, C, N dördbucaqlısının sahəsini tapın deyir. Deməli, qayda var konkret olaraq bunun üçün. Əsas parallelogram üçün bu qayda belə ki, kvadrat parallelogram bir növüdür. Demək, qayda nədən ibarətdir? Tərəflərin bu ortalarıdırsa belə birləşdirəndə tərəfi 10 olduğuna görə 10, 10 ümumi sahə olacaq. S bərabərdir 10'un kvadratı, yəni 100. Bunlar bərabər olduqlarına görə 25, 25, bu da 50 olur. Cavab C variantı olur. Əbob AB vurulsun Əkob AB birbaşa A vur B'yə bərabərdir. Yəni 32 vurulsun 68'ə bərabərdir. Bu da 2176 eləyir C variantı. Sinifdəki şagirdlərin sayı 30'dan çox, 40'dan azdır. Şagirdlərin sayı x olsun. 30'dan çoxdur, 40'dan azdır. Onları həm 2, 2, həm də 3, 3 oturtmaq mümkündür. Deməli, bu ədəd 6'ya bölünən bir ədəd olacaq. Həm 2, həm 3'ə bölündüyünə görə 6K yazıram. 30'dan 40'ın arasındadır. Və onlar sizin neçə şagird var deyir. 30'dan 40'ın arasında 6'ya bölünəndə 36'dır. Yəni birbaşa 36 olacaq bunun cavabı. 64. Y çıxılsın x bərabərdir 10. 2x üstə gəlsin y bərabərdir -23. Deyir ki, 4y çıx x'i tapın deyir. Aşağıdan yuxarı çıxsam, o zaman 2x-dən -x çıxanda qalacaq 3x, y'lar gedəcək, qalacaq burada -33, -23-dən 10 çıxanda x bərabərdir -11 olacaq. -11'i burada nəzərə alsam, y çıxılsın -11 bərabərdir 10 olarsa, y bərabərdir 10 üstə gəl 11. Bir dəqiqə, 10 çıx 11, y bərabərdir -1. 4 vur -1 çıx 11 -11 bərabərdir. -4 üstə gəl 11. Cavab olacaq 7 A variantı. Sabir və Vahid müəyyən sayda qələmi elə böldülər ki, Sabirə 39, Vahidə isə bütün qələmlərin 48% çatdı. Sabir və Vahid. Əgər buna 48% çatıbsa, buna 52% çatıbdır Sabirə. Və Sabir çatanların sayı 39'dur, Vahidə çatanların sayı x-dir. Deməli, 52% 39 olan ədədi axtarırıq. Bir dəqiqə, nə qədər qələm var? Ümumini soruşduğu üçün 100%. X buna yazacaq, belə olsun. O zaman 39'dur. 12 ixtisar geçsə burada 3, burada 4 qalar. 4 ilə də 100 ixtisar geçsə burada 1, burada 25 qalar. Çarpaz vursam 75 olar. Y variantı. Ədədlərdən hansılar 2x kiçikdir bərabər 8 bərabərsizliyini ödəyir deyir. X kiçik bərabərdir 4 olacaq təbii ki. 2, 4 və 0 da. Yəni birinci, ikinci və 5-ci. 1, 2, 5 Y variantı. İfadəsini çoxhəddi şəklində göstərin deyir. İfadəni çoxhəddi şəklində göstərin. Baxaq, deməli birincinin kvadratı olacaq 4x üstü 4. Üstə gəlib birinci hansı ikimisidir? 2 vur 3, 6 vur 2, 12. X kvadrat, y
x kvadratı y üstə gəlinsin 9y kvadratı üstə gəl. Bu da a vur b açıq olsa gəlbəydi. Diqqətli olun, çıxımı burada 3-ün qabağında olacaq. Ona görə belə yazacağam. 4x üstü 4 4x üstü 4 4x üstü 4 çıxılsın 9y üstü 2 bərabər 9y üstü 2 islah olur. Yerdə qalır 8x üstü 4 üstə gəlsin 12x kvadratı y. Yəni B variantı. İki zər eyni zamanda atılır. Bir dəfə atıldıqda üst-üzə düşən xalların cəminin altdan kiçik. İki zər eyni zamanda bir dəfə atıldıqda üst-üzə düşən xalların cəminin altdan kiçik olmaması hadisəsinin ehtimalını tapın. 6-dan kiçik olmaması 6-dan böyük olması lazımdır bizə. Gəlin altdan kiçikləri tapaq. 1 1 altdan kiçikdir. 1 2 1 3 1 4 altdan kiçikdir. Sonra altdan kiçik olmaması. Altdan kiçik olmaması nə deməkdir? Altdan böyük və ya 6-ya bərabər olması deməkdir, deyilmi? 6-dan kiçik olmaması. Məsələn 6 olsa 6-dan kiçikdir. Xeyr. Sonra 2 1 2 2 2 3 2 4 olmayacaq. 3 1 3 2 3 3 olmayacaq. 4 1 4 2 olmayacaq. 5 1 olmayacaq. Yəni 6 olan halları götürmədim də. 6'lar 6'dan kiçikdir, 6'ya bərabərdir. Bizə deyir ki 6'dan kiçik olmaması. Yəni 6'dan kiçik olmaması o demək ki 6'dan böyük bərabər olsun. O zaman bu hallar olmasın. Bunları istəmirəm. Saysam bunların içində olacaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Ümumi 36 hal var. 36'dan 10 çıxanda yerdə qalar 26. Deməli ehtimal olacaq 36'da 26. O da 2'yə ixtisar getsə 18'də 13. AD 15, HB 7, BC CD-yə bərabərdir. BC CD-yə bərabərdir. Deməli belə bir şəkil verirlər bizə. A, D, B, C. Deyir BC CD-yə bərabərdir. AB özü 7-dir. AD bütövlükdə 15'dir. 15 onda bura 8 qalar da. Bərabər olsun 4, 4. Və bizdən soruşur ki, BC-ni tapın deyir. BC olacaq 4. Sadə bir sual idi. İxtisar aparsam burada 15x kvadrat y kvadrat bölünsün a üstü 8 vurulsun 2a bölünsün 25x kvadrat y. Deməli a ilə a üstü 8-dən a gedib a üstü 7 qalar. 25-dən 15 gedər 5-ə, burada 3 qalar, burada 5 qalar. X kvadratlar gedər. Y-in biri yuxarıda qalar. Qalar sürətdə 6y, 6y düz yazdım. 5 a üstü 7 məxrəcdə qalmış olur. Bəli. Cavab baxsaq A variantı doğrudur. Növbəti sual 71. İfadənin qiymətini hesablayın. Birinci mötərizəni için hesablayaq. 2 tam 3'də 1'i. Orada bölmə olduğu için birbaşa düzgün olma hərəkəti sevib yazıram. Birbaşa. 9'da 10. Bu da 9'da 21 deməkdir də. İçə qoydum bunları. Bölünsün 3'də 22. Üstə gəlsin 4'də 3 bərabərdir. 9'da 21 çıxılsın. 9'da 20 çıxılsın. 9'da 10 bizdə 9 11 verir. Vurulsun 22'də 3, üstə gəl 4'də 3. Bölmə, vurma kimi yazdım, tərsinə çevirdim. İxtisarlar gətir, burada 3 qaldı, burada 1, burada 2 qaldı. Cavab oldu 6'da 1 üstə gəl, 4'də 3. Ortaq məxrəcimiz 12 olacaq. 2'yə böləndə 6, 6'ya böləndə 2 olacaq və 4'ə böləndə 3 vuruş 9. 12'də 11. Cavab oldu C variantı. Muxtəsər vurma düsturu. Yenə muxtəsərimiz var. 48 çıx 32. 48 üstə gəl 32. 21 çıx 19, 21 üstə gəl 19 bərabərdir. 48 çıx 32 bizə verir 16, 48 üstə gəl 32 bizə verir 80, 21 çıx 19 bizə verir deməli 12-ni, 21 üstə gəl 19 bizə verir 40. İxtisarla geçsə burada 2 qalar, burada 4'ə bölsən burada 3 qalar, burada 4 qalar. 4 vur 2 8 bölünsün 3. Bir dəqiqə. Burada mən səhvən 21 çıx 19'a 12 demişəm, 12 yox 2'dir bu. 2 ilə də 4 2 ilə 16 sayıb 8 qalar. 8 vur 2 olar 16. Bir kökün altına salsam dərəcə eyni olduğuna görə 4-cü bunun cavabı oldu 16'dan. Belə yazaq qoy qısa bilsinlər. Bir kökün altına salsam alacağım muxtəsər vurma düsturu. A kvadrat çıx B kvadrat. 6'nın kvadratı çıxılsın 2 kökdə 5'in kvadratı bərabərdir. 4-cü dərəcədən 36 çıxılsın 4 vur 5 20. 4-cü dərəcədən 16 o da olacaq 2. Y-in hansı qiymətində nöqtələr arasında məsafə 2-yə bərabərdir. 2 nöqtə arasında məsafə düsturudur bu. Deməli kök altında y2 x x1 6 çıx 4'ün kvadratı üstə gəl y2 çıx y1 y çıx 5'in kvadratı bərabərdir 2'yə. Hər də bir istəsəm kvadrata. Deməli burada 2'nin kvadratı üstə gəl y minus 5'in kvadratı bərabər 2'nin kvadratına. Bunlar islah olsun. Y çıxılsın 5 sıfıra bərabərdir. Y bərabərdir 5. Bərabər yanlış bucağın yan tərəfinə paralel orta xəttin uzunluğu 4'dür. Bərabər yanlış bucağın yan tərəfinə paralel orta xəttin uzunluğu 4'dür.
Onda yan tərəf 8 olacaq, burada 8 olacaq. Perimetr 22 olsa oturacağını onu tapın. Perimetr x atsam və 2 vur 8 üstə gəl x bərabərdir 22 olduğuna görə x bərabərdir 6 olacaq. Kazım öz puluna 8 dəftər 5 qardaş və ya 6 dəftər 8 qardaş ala bilər. Dəftərin qiyməti qardaşın qiymətindən neçə dəfə çoxdur? Dəftərə x deyək. Dəftər x olsun. Qələm, karandaş, y olsun. 8x üstə gəl 5y ilə 6x üstə gəl 8y bərabərdir. 5y sağa 6x sola atsam 8x çıxılsın 6x bərabərdir 8y çıxılsın 5y. 2x 3y bərabər x bərabərdir 3k-ya, y bərabərdir 2k-ya. Deməli, dəftər 3k-dır, karandaş 2k-dır. 3 bölünsün 2 neçə olacaq? 1,5. Deməli, neçə dəfə çoxdur burada? 1,5 dəfə. Burada belə yazaq da 1,5 dəfə. Dəftərin qiyməti karandaşın qiyməti çoxdur. Uşaq anadan olanda atası 25 yaşında idi. Onların yaşları cəmi 45 olarsa, uşağın neçə yaşı var? Uşaq anadan olanda atasının 25 yaşı var idi. Uşağın yaşı x olsun, atanın yaşı x plus 25 olsun. Bunların cəmi 45 yaşları var. 2x bərabərdir 20 olduğuna görə x bərabərdir 10. Uşağın neçə yaşı var? 10 yaşı var. Atanın da 35. Gəldik ətraflı həll tələb olan suallara. İki fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirir. İki fəhlə birlikdə. Birinci fəhlə təklik həmişə tapşırığı 2-dən 12 saat tez yerinə yetirir. Birinci fəhlə təklikdə bu tapşırığı nə qədər vaxtda yerinə yetirər? Birinci fəhlə və ikinci fəhlə olsun. Biri x olsun, o birisi birinci fəhlə x olsun. Birinci fəhlə təklikdə həmişə 2-dən 12 saat tez. O birisi olacaq x plus 12. Birlikdə 8 saat. 1 saata bu x-də birini görər. Bu x plus 12-də birini görər. Bu da 8-də birini görər. Bunların cəm bərabər olmalıdır. X kvadrat üstə gəl 12x bərabər. Burada da 12 üstə gəl x bərabərdir 8-də 1-ə. Bunu sadələşdirsəm bu 2x olmalıdır. Çarpaz vursam 96 üstə gəlinsin 16x bərabərdir x kvadrat üstə gəlinsin 12x-a. Soldakları sağa keçirtəndə alıram belə bir x kvadrat çıx 4x çıx 96 bərabər 0. Hasil mənfi 96 cəmi müsbət 4 olan ədədlər 12 və mənfi 8. Təbii ki, saat mənfi 8 ola bilməz. Deməli, birinci fəhlə bu işi 12 saata, ikinci fəhlə isə təklikdə 24 saata yerinə yetirər. Birinci fəhlə təklikdə bu işi tapşırığı nə qədər vaxt sərf edir? 12 saat. Düzbucaqlığın bucaqlarından birinin tənböləni onun tərəfini yarıya bölür. Düzbucaqlığın bucaqlarından birinin tənböləni. Dəfələrlə demişik ki, tənbölən bərabər yanlış bucaq əmələ gətirir. Bu yarıya bölür. Özü də bura bərabər olur. Yəni x belə bir şey olur. Kiçik tərəfi 4-ə bərabər perimetr tapın deyir. 4, 4, 4, 4, 8. Perimetr olacaq neçə? 4 üstə gəlir 8-in 2 qatı. Yəni 24. Stolun üzərindəki dik duran qələmə ondan 150 sm uzaqlıq fənər tutularsa, həmin qələmin arxasındakı divarda 48 sm uzunluğunda kölgəsi əmələ gələr. Qələmin hündürlüyü 30 sm olarsa, qələmi ilə kölgə arasındakı məsafəni tapın. Deməli, bu oxşarlıq olacaq. Bir daha baxaq. Bu isə stolun üzərində dik duran qələmə ondan 150 sm uzaqlıq fənər. Bura 150-dir. Və bura 30-dur. Qələmin özü 30-dur. Burada 48'dir. Burada x'tir. Belə başa düşdündə hündürlüyü 30 olan qələm dik durarsa yox, perpendikulyar olarsa desəylər daha yaxşı olardı. Stola dik perpendikulyar qoyularsa desəydilər daha yaxşı olardı. Belədir ki, perpendikulyar olmasa da işıqlar fənərin şüaları belə deyim də orada yəni bu paralellik alınacaq. Yəni belə olsaydı belə alınacaq. Oxşarlıq olacaq yenə. Qələmin hündürlüyü 30 sm olarsa qələm ilə kölgə arasındakı məsafəni tapın. Tamam, oxşarlıq da yəni 30 bölünsün 48 bərabərdir 150 bölünsün 150 plus x. 30'a bölsəm burada 1, burada 5 qalar. Çarpaz vursam 150 plus x bərabərdir 240'a. X də bərabərdir 90. 90'a. 90 düzdür. 240'dan 100 çıxsam 140, 50 çıxsam 90 edir də bəli. 90. 22 şagirddən ibarət sinifdə yalnız rus dili fənnindən məqbul qiymət alanların sayı yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər az. Həm rus, həm ingilis dili fənnindən məqbul qiymət alanların sayı isə 7 nəfər olarsa. Yəni belə baxaq məsələyə. Bura rus dili, bura ingilis dili olsun. Ümumi rusla ingilisin birləşməsi sayı, yəni sinif birlikdə 22 nəfər şagird var. Bir dəqiqə. Yalnız ingilis dilinin
Bir daha baxaq sola. 22 şagird ibarət sinifdə yalnız rus dili fənnindən məqbul qiymət alan sayı yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər azdır. Demək, bura x desəm olacaq x çıxılsın 3. Rus dili azdır, düzdürmü? Rus dili fənnindən məqbul qiymət alanların sayı yalnız ingilis dili sayından 3 nəfər azdır. Həm rus dili, həm ingilis dili fənnindən məqbul qiymət alan sayı isə 7 nəfər olarsa, yalnız ingilis fənnindən məqbul qiymət alanların sayını tapın. Sualın şərtində çatışmazlıq var deyərdiyim nə? 22 şagirdən ibarət sinifdə hər kəs mütləq bir dili bilir şərti qoyulmalı idi. Bəlkə burada elə bir şagird var ki, heç bir dili bilmir. Düz deyilmi? O şərt orada yazılmalı idi. Biz artıq vərdiş olmuşuq. Yəni hər imtahanda bir dənə problemli sualımız mütləq olmalıdır. Və bu şərti biz özümüzdən qəbul edərək bu yöndən yanaşdıq məsələmizə. X çox 3 üstəgəli 7 üstəgəli x bərabərdir 22. 2x bərabərdir 22 üstəgəli 3 çıx 7. 2x bərabərdir deməli 18. X bərabərdir 9. Yəni burada oldu 9, burada oldu 6. Yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayını tapın deyir. 9. Bu qədər. Bitdi. Sağ olun. Növbəti izahda görüşərik.